Bizim tələb etdiyimiz o liberal baxışlı gənci biz Azərbaycanda formalaşdıra bilmərik. Çünki mühit yoxdur onun üçün. Elçin bəy, məsələ ondadır ki, nə pedaqoji mühit, nə intellektual mühit, nə estetik mühit yoxdur bunun üçün. Biz Azərbaycan uşaqlarını sərbəst buraxsa pati çəkən olur bu. Meyxana qulaq asan olur, təsbih çevirən olur, qədəş olur. Bu səviyyə olmur. Azərbaycan məktəbinə gedən uşaq orada nə öyrənə bilir? Müəllim tez bazar dərs qutarsın, gedim, repetitorluq eləyim, pul qazanım. Direktor tez bazar başqa adamları götürüm, pul qazanım. Xaricdə valideyn uşağın tərbiyəsində, intellektuallaşmasında və ya hansısa bir sahəni seçməsində elə də bir rol oynamır. Konkret rol oynamır. Çünki deyir ki, bunun üçün bağça var, bunun üçün məktəb var, məktəbdən kənar müəyyən təsisatlar, klublar və idman klubları olsun, istər incəsənətlə bağlı klublar olsun və digər maraq klubları var və bunlar formalaşdırmalıdır və uşaq sonra seçim etməlidir ki, mən nə olmaq istəyirəm.